Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizinlə törəmə mövzusunun topludan seçilmiş bir neçə sualı əsasında təkrarına baxacağam. Sualların əsasında qaydaları da sürətli şəkildə təkrarlayacağıq. İlk sualda kosinus törəməsindən danışır. Şagirdlər, kosinus f-in törəməsi mənfi f törəmə vur sinus f-dir. Mürəkkəb funksiyanın törəməsinə əsasən. İndi burada kosinus 1 bölü x-in törəməsi bərabərdir. Mənfi 1 bölü x-in törəməsi vur sinus 1 bölü x. 1 bölü x-in törəməsini necə tapırıq? Bunu qıraqda yazıram. X üstü mənfi 1-in törəməsi kimi. Qüvvəti gəlir qarşıya, qüvvət bir vahid azalır. Bu da mənfi 1 bölü x kvadratdır. Bunun əvəzinə mənfi 1 bölü x kvadrat yazanda 2 mənfi müsbət edəcək. 1 bölü x kvadrat sinus 1 bölü x olur. İkinci sualda ln f-in törəməsi şagirdlər. Natural loqaritmanın törəməsi f törəmə böl f-dir. Burada indi ln 2x çıx 1-in törəməsi bərabərdir. 2x çıx 1-in törəməsi böl 2x çıx 1. Bu da verəcək bizə 2 böl 2x çıx 1. Cavab olur B variantı. Qüvvətin funksiyasından danışanda şagirdlər, tutaq ki, u üstündə n-in törəməsindən danışanda n gəlir qarşıya, qüvvəti bir vahid azalır və vurulur u-nun törəməsinə. İndi burada bu qaydaya əsasən 3-də 1 vur x kvadrat üstəgə 5x-in kubunun törəməsi. 3-də 1 sabit ədəddir, törəmənin xaricində qalır. Burada t-nin kubudur deyə 3 vurulur. X kvadrat üstəgə 5x-in kvadratı vur. X kvadrat üstəgə 5x-in törəməsi. 3-lər ixtisar olunur. Burada x kvadratın törəməsi 2x üstəgə 5 vurulsun. X kvadrat üstəgə 5x-in kvadratı. İndi bu oldu f-in törəməsi. Törəmənin mənfi 1 də qiyməti dediyi üçün x-ə mənfi 1 yazıram. Bu eləyəcək burada 3, 1 çıx 5-in kvadratı. Müsbət 3 vur mənfi 4-ün kvadratı. Cavab 48 olur. Kök 6 funksiyanın törəməsindən danışanda şagirdlər, kök x-in törəməsi üçün biz bunu x üstü 2-də 1 yazıb, törəməsini tapırıq. 2-də 1 vurulur, qüvvətdə 1 çıxırıq. Bu eləyir 2-də 1 vur, x üstü mənfi 2-də 1. Bu da 1 böl 2 kök x deməkdir. Amma indi kök adlı mürəkkəb funksiya olanda u-nun törəməsi böl 2 dənə kök adda u olacaq. İndi 2 çıx 6x-in törəməsini tapanda biz mürəkkəb funksiya kimi baxırıq. 2 çıx 6x-in törəməsi böl 2 dənə kök adda 2 çıx 6x. O da mənfi 6 böl 2 dənə 2 çıx 6x. Cavab mənfi 3 böl 2-lər ixtisar getdi. 2 çıx 6x. Doğru cavab A variantı olur. 5-ci sualda hasilin törəməsini u vur v kimi yazanda u iştirik v üstəgəl v iştirik u yazırıq. Burada x kvadrat vur sinus x-in törəməsi bərabərdir. X kvadratın törəməsi vur sinus x üstəgəl x kvadrat vur sinus x-in törəməsi. Buradan 2x sinus x üstəgəl x kvadrat vur kosinus x yazırıq. Biz x-i ortaq çıxartsaq 2 sinus x üstəgəl x vur kosinus x olacaq. Doğru cavab B variantı olur. Növbəti suala baxırıq. 6-cı sualda şagirdlər a üstü x-in törəməsi a üstü x vur ln a qaydasını yazırıq. Burada f törəmə bərabərdir. 2 böl ln 3 şagirdlər sabit ədəddir, irrasional ədəddir. Ona görə o sabit ədəd kimi qalır törəmənin xaricində. 3 üstü x-in törəməsi 3 üstü x vur ln 3-dür. Çıx 2 vur x kubun törəməsi 3x kvadrat. Ln 3-lər ixtisar olunur. F törəmə 2 bərabərdir.
2 vur 3'ün kvadratı çıx 2 6 vur x'in yerinə 2 yazanda mən burada x'in yerinə 2 yazanda 4 yazacağım. O da eləyir 18 çıx. Mən burada nəyisə hesablamada səhv etdim. 2 vur 3 üstü x çıx. Buradan da 6x kvadrat. Hə, 6 bu 2'ni 2 dəfə yazdım. 24. 18 çıx 24 cavab -6 edir. 7-ci sualda biz şagirdlər köməkçi bucaq daxil etmə qaydasına əsasən A sinus x, B kosinus x. Bu funksiyanın qiymətlər çoxluğunun mənfi kök altda kvadrat üstəgəl B kvadratla müsbət A kvadrat üstəgəl B kvadrat olduğunu qeyd edək. Birinci misalda nümunədə yazmışdım. İndi sinus 2x'in törəməsi 2x'in törəməsi vur kosinus 2x'dir. Yazıram f törəmə x bərabərdir. Kök 3 vur 2 kosinus 2x. Kosinus 2x'in törəməsi mənfi 2 sinus 2x olur. Ona görə üstə gəl 2 sinus 2x edəcək. Burada əmsal 2 kök 3 və 2'dir. Ona görə f'in qiymətləri kök altda 2 kök 3'ün kvadratı ilə 2'nin kvadratının mənfisi ilə müsbəti arasında dəyişir. Yəni cavab -4 ilə müsbət 4 arasındadır. Ən kiçik qiymət istədiyi üçün doğru cavab Y. 8-ci sual yazmaq üçün şagirdlər biz kosinusun sinusun qüvvətində, məsələn, kosinus n f olsun. Törəməsini tapanda əvvəlcə qüvvətin xassəsi kimi, qüvvət funksiyası kimi baxırıq. N vurulsun kosinus n çıx 1f, vur kosinus f'in törəməsi yazılır. Burada da mənfi f törəmə vur sinus f yazılır. Və yaxud da indi kosinus kvadratı dərəcə azaltma düsturun yazı 1 üstəgəl kosinus 4x bölü 2'in törəməsi kimi baxa bilərdik. Burada da 2'də 1'in törəməsi üstəgəl 2'də 1 vur kosinus 4x'in törəməsi. Bu 0 eləyəcək. Burada 2'də 1 vur mənfi 4 sinus 4x. Cavab mənfi 2 sinus 4x'dir. X'in yerinə pi bölü 12 yazmaq lazım. İndi mən bu qüvvətin xassəsi kimi baxsam əgər nə edərəm? Kosinus kvadrat 2x'in törəməsi bərabərdir. 2 kosinus 2x vur kosinus 2x'in törəməsi. Bu bizə nə verəcək burada? Mənfi 2 sinus 2x. Həmin mənfi 2 qalsın. 2 sinus 2x kosinus 4x. Bu da 2 qat arqument düsturuna əsasən olur. Mənfi 2 sinus 4x. X'in yerinə pi bölü 12 yazanda cavab olacaq 4 pi bölü 12. Yəni pi bölü 3. O da sinusun qiyməti kök 3 bölü 2'dir deyə cavab mənfi kök 3. 9-cu sualda funksiyanın törəməsi f törəmə x. 3 vurulsun a çıx 5 vur x kvadrat çıx 2 vurulsun a kvadrat çıx 9x olur. İndi x kvadrat cüt funksiyadır. X tək funksiyadır. Nəticənin cüt olması üçün tək olanı 0 etməliyik. Buradan a kvadrat çıx 9 0'dır. A müsbət mənfi 3'dür. Doğru cavab müsbət qiymətini istəyir 3'dür. 10-cu sualda şagirdlər biz fx funksiyasını verib toxunanın tənliyini yazın deyirsə, biz toxunanın tənliyini kx üstəgəl b yazaq. Dərsdə bunları biz sizlə danışmışıq. 2 qayda yazırıq toxunanın tənliyi ilə bağlı. Birinci qayda odur ki, k bucaq əmsalı funksiyanın törənməsinin qiymətidir. İkinci qayda odur ki, funksiyanın həmin nöqtədə qiyməti ilə toxunanın həmin nöqtədə qiyməti eynidir. Baxın. Hazır toxunanın tənliyi də var. Düzü mən bunu yazmağı xoşlanıram. Məsələn, y çıx fx0 bərabərdir. F törəmə x0 vur x çıx x0. Bu hazır düsturu da yaza bilərik. Amma yaxşısı budur ki, yazaq k-nı törəmənin qiymətində yerinə. Burada 2x çıx 4'dür. X'in yerinə 0 yazanda mənfi 4 alır. Deməli y mənfi 4x üstəgəl b'dir.
İndi y-in x0 bərabər 0-da qiyməti funksiyanın x0-da qiymətinə bərabərdir. Nə eləyir? Mənfi 4 vur 0 üstə gəl b. Funksiyada x-in yerinə 0 yazanda 0 kvadrat çıx 4 vur 0 üstə gəl 5. Deməli b-ni 5 tapdıq. Y olur mənfi 4x üstə gəl 5. Doğru cavab C variantı. Çox vaxt şagirdlər bu ikincini yoxlamaqla cavablardan seçmək olur onu. Ki, məsələn, x-ə 0 yazanda, x-ə 0 yazanda cavab 5 eləyir. Variantlarda x-ə 0 yazanda cavabı 5 eləyir. Bəxtimiz gətirsən. Məsələn, burada üstə gəl 5 olsa, artıq iki variant arasında qalacaqsınız. Təbii ki, bu üsul qondarma üsuldur da, yəni qanuni həll deyil. 11-ci sualda x0 bərabər 2 nöqtəsində çəkilmiş bucaq əmsalının toxunanın apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağı tapın deyir. Biz tangens alfanın k-ya bərabər olduğunu bilirik. K da törəmənin həmin nöqtədə qiymətidir. İndi burada deməli tangens alfa bərabərdir. Bu funksiyanın, y funksiyanın törəməsi mənfi 6x üstə gəl 2 vurulsun. Kök 6 ifadənin törəməsi x çıx 1-in törəməsi bölü 2 kök x çıx 1. 12 vur x çıx 1-in törəməsi bölü x çıx 1-dir. Deməli, tangens alfa bərabərdir funksiyanın törəməsinin həmin nöqtədə qiymətinə. Bu da bizə verir, bu ikilər ixtisar gedir. Mənfi 6 vur 2 üstə gəl 1 böl. Kök altda 2 çıx 1 üstə gəl 12 böl 2 çıx 1. Mənfi 12 müsbət 12 getdi. Tangens alfa 1 elədiyi üçün alfa 45 dərəcə alınır. Doğru cavab D variantı. 12-ci sualda toxunanın bucaq əmsalını tapmamız istəyir. Birbaşa ilə k f törəmə x0 yaza bilərik. O da 2x üstə gəl 4-dür. x0-ı da 2 verir. X-in yerinə 2 yazdıq. Doğru cavab 8 alırıq. 13-cü sualda şagirdlər, funksiyanın x0 nöqtəsində qiyməti baxın 4 veribdir. Bu düz xətt kx üstə gəl b toxunan düz xəttdir x0 nöqtəsində. Apsisin müsbəti ilə əmələ gətirdiyi bucaq 45 dərəcədir. Ona görə k tangens 45-ə bərabərdir, 1 eləyir. Törəmənin qiyməti həmin k-ya bərabərdir, o da 1-dir. Bizdən istəyib 1 üstə gəl 4, cavab 5 olacaq. 14-cü sualda şagirdlər, burada indi mən həm fx-in qrafikinə baxacağım, həm də f törəmənin qrafikini vermişəm. Fx-in qrafikini veribdirsə, funksiyanın ekstremum nöqtəsi artmadan azalmaya qayıtdığı nöqtələrdir. Bura maksimumdur. Azalmadan artmaya qayıtdığı nöqtələr isə minimumdur. Burada törəmə müsbətdən mənfiyə keçir. Minimumda isə törəmə mənfidən müsbətə keçir. Bu nöqtələr həmçinin nə sayılır? Böhran nöqtələri sayılır. Bütün ekstremumlar həm də böhrandır. İndi burada baxın, biri budur x1, x2, x3, x4, x5, x6, x7, x8. Deməli, funksiyanın 8 ekstremumu var. Funksiyanın özünün qrafikidir. Ha, şagirdlər, buna diqqətli olun. Funksiyanın böhran nöqtəsindən danışanda şagirdlər, x0 nöqtəsi df-in daxili nöqtəsi olmalıdır və həmin nöqtədə ya törəmə olmayacaq, daxili nöqtədir, ya törəmə yoxdur, ya da törəmənin qiyməti 0-a bərabərdir. Bu halda bu üç şərt ödəndikdə böhran nöqtəsi adlanır. Verilmiş funksiyanın təyin oblasti mənfi müsbət sonsuzluqdur. Onda törəməsini tapsaq, burada 2-də 1 x çıx 5-də 1 0 etsək, x-i tapacağıq 5-də 2, yəni 0,4. Təyin oblastının daxili nöqtəsidir deyə böhran nöqtəsi A variantıdır. Məsələn, modul funksiya verib şagirdlər. Normalda modul funksiyanın bilirsiniz də törəməsini biz tapa bilmirik. Burada 5-də 0-a çevrilir. Bu funksiyanın törəməsi x 5-dən kiçik olanda,
törəməsi -3-dür, sıfırdan kiçik olduğu üçün. Yəni y 15 çıx 3x-ə bərabərdir. Əgər x 5-dən kiçikdirsə. Və bu halda törəmə -3-dür. X 5-dən böyük olduqda funksiya 3x çıx 15-dir. Törəməsi müsbət 3-dür. F törəmə müsbət 3-dür. 5 nöqtəsində törəmə yoxdur şagirdlər. Bu funksiyanın, modul funksiyanın, bax bu dönmə nöqtələrində, bu kəskin dönmələrdə törəməsi yoxdur. Təyin oblasına da daxildir deyə böhran nöqtəsidir. Həm də ekstremumudur, minimum nöqtədir. Çünki funksiya azalmadan artmaya keçdiyi nöqtədir. Minimum nöqtə elə AB intervalında x sıfıra deyilir ki, f'in həmin nöqtədəki qiymətləri istənilən x-dən kiçikdir. Yəni x AB-yə daxildirsə, x0 qiymətində funksiya onun hamısından böyük deyil, yəni kiçik bərabərdir. Bu halda x0 minimum adlanır. Parçada ən kiçik ən böyük qiyməti tapmaq üçün şagirdlər biz birinci funksiyanın törəməsini tapıb 4x çıx 1 bölü 2 kök x 0 edirik. Buradan 8x kök x 1'dir deyə x kök x 8'də 1 ortaq məxrəc gətirib bunu yazdım uşaqlar. X-i 4'də 1 tapırıq. 4'də 1 həmin 0-1'ə daxildir. Parçaya daxildirsə 4'də 1'də funksiyanın qiyməti 2 vur 16'da 1 çıx 2'də 1 üstə gəl 2. Bu eləyir 1 tam 8'də 5. Sonra parçanın uc nöqtəsində 0'dakı qiymətini 2 yazırıq. 1'dəki qiyməti isə 2 çıx 1 üstə gəl 2 3 eləyir. Buradakı ən kiçik qiyməti 1 tam 8'də 5 və ya A variantı olur ən kiçik qiymət. Ən böyüyü isə müsbət 3'dür. Şagirdlər funksiyanın törəməsi mənfidirsə, deməli funksiya azalandır. Qrafiklərdən azalan funksiya yalnız A-da verilir. Diqqətlə baxın, bu funksiya artır. Bu funksiya azalır, sonra artır. Funksiya artır, funksiya artır. A variantında verilmiş funksiya azalandır. Ona görə cavab A bəndə olacaq. 19-cu sualda böhran nöqtəsi üçün törəməni tapdıq. 1 çıx 2 kosinus x 0. Buradan kosinus x 2'də 1 aldıq. Kosinus 2'də 1'i nə vaxt alır? Müsbət mənfi pi bölü 3, dövrü də 2 pi kanı gəlirik üzərinə. Böhran nöqtəsi A variantıdır. 20-ci sualda şagirdlər diqqət edin, bu sual 2019-cu ildə buraxılış imtahanına düşüb. O vaxtı buraxılışa limit törəmə düşürdü. Burada indi bunun minimum nöqtələrin sayını tapmamızı istəyir. Yuxarıdakı nümunədə funksiyanın özünün qrafikini vermişdi. Amma burada törəməsinin qrafikini verir. Diqqət edin. Minimum nöqtələrini istəyirik. F törəmə x mənfidən müsbətə keçirsə, şagirdlər, mənfidən müsbətə keçirsə, deməli fx azalmaqdan artmaya keçir. Yəni burada x0 varsa, deməli bu x0 minimum nöqtədir. Bax, fikir verin. Bu f törəmə funksiyasının apsisi kəsdiyi nöqtələr x1, x2, apsisi kəsdiyi dediyim, yəni sıfıra çevrildiyi. x3, x4, x5, x6 və x7. Diqqət edin, bu funksiyalardan, baxın, funksiyanın törəməsinin bu nöqtələrdən. Baxın, burada x1-dən mənfidən müsbətə keçib, ona görə x1 olur minimum. x2'də müsbətdən mənfiyə keçib olur funksiyanın maksimumu. x3 olur minimum. Çünki mənfidən müsbətə keçib. x4 olur maksimum. x5 mənfidən müsbətə keçdiyi üçün minimumdur. x6 müsbətdən mənfiyə keçdiyi üçün maksimumdur. x7 mənfidən müsbətə dəyişdiyi üçün minimumdur. Deməli 4 dənə minimum nöqtəsi var. 3 dənə maksimumu var. Minimum nöqtələrinin sayı 4 dənə olacaqdır. 21-ci sualda azalma aralığını PQ veribsə, f törəmə x 3x kvadrat çıx 24x üstə gəl 36 kiçik bərabər 0 yazırıq.
3-ə bölsək əgər x kvadrat çıx 8x üstəgə 12 kiçik və ya bərabər 0. İntervallar üsulu ilə yazacağıq, vurğularını ayırdıq. Burada 2 və 6-nı qeyd edirik. Müsbət, mənfi, müsbət. Cavab 2 ilə 6 parçasıdır. Burada da bizdən Q çıx P-ni istəyir. 6 çıx 2, doğru cavab 4. 22-ci sualı şagirdlər müxtəlif üsullarla yazmaq olar. X müsbət verib, məsələn, birinci üsul koşi bərabərsizliyidir. Burada kiçik deyil, həndəsi ortasının 2 mislinin. Bu eləyəcək 8. Ən kiçik qiyməti 8-dir. İkincisi, bu funksiyanın x üstəgə 16 bölü x yazdıq. Ortaq məxrəci gətirəndə x kvadrat üstəgə 16 bölü x yazırıq. Bunun biz nəyə tapmağa çalışırıq şagirdlər? Qiymətlər çoxluğunu tapmağa çalışırıq. İkinci üsul kimi. Qiymətlər çoxluğu üçün mən onun tərsini tapmağa çalışacağım. F vur x. Tərsinin təyin oblastını tapsam əgər, qiymətlər çoxluğu tapılmış olur. Burada indi kvadratik funksiya aldıq. Bu kvadratik funksiyanın diskriminantını tapmalıyıq ki, biz x-i tapa bilək. F kvadrat çıx 64 sıfırdan kiçik deyilsə, deməli f çıx 8, f üstəgə 8. Sıfırdan kiçik deyil. Bu da mənfi sonsuzluqdan mənfi 8-ə birləşir 8 müsbət sonsuzluq olacaq. İndi deyə bilərsiniz ki, bu sual törəmədə verilibdir. Üçüncü sual təbii ki, törəmədir. F-in törəməsini tapırıq ki, x-in törəməsi 1, 16 bölü x-in törəməsi 16 bölü x kvadrat. Bunu sıfıra çevirəndə buradan x kvadratı 16 tapırıq. Mənfi 4, müsbət 4-ü tapdıq. X-i müsbət vermişdi, həm də bu müsbət 4-də onun minimum nöqtəsi olur. Çünki törəməsi mənfidən müsbətə keçir 4-də. F4 eləyəcək 4 üstəgə 16 bölü 4, o da 8-dir. Ən kiçik qiyməti həmin parçada x müsbət olanda 8-dir. 23-cü sualda şagirdlər ikinci üsulu da istifadə edə bilərsiniz, birinci üsulu da istifadə edə bilərsiniz. Məsələn, x müsbət deyilsə, x mənfi olduqda x kvadrat üstəgə 16 böyük deyil, mənfi 2 dənə x kvadrat vur 16-dan, yəni bu mənfi 8x eləyir. Düzdürmü? Nə alıram onda mən? Bu ifadəni 24x bölünsün x kvadrat üstəgə 16 böyük deyil. Deməli, burada yox, kiçik deyil. 24x bölü mənfi 8x bu eləyir mənfi 3. X-i müsbət düşünəndə x kvadrat üstəgə 16 kiçik deyil. 2 dənə kök altı x kvadrat vur 16. Bu 8x elədiyi üçün 24x bölü x kvadrat üstəgə 16 böyük deyil. 24x bölü 8x. O da müsbət 3 alır. Aydındır. Və burada bu birinci üsul idi, koşu bərabərsizliyi. İkinci üsul yenə çarpaz vurub y-i tapmağa çalışmaqdır. Çıx 24x 0 yazıram. Diskriminant bərabərdir b kvadrat 576 çıx 4ac böyük bərabər 0. 64-ü buradan ortaq çıxartdım. 9 çıx y kvadrat kiçik deyil 0-dan. 3 çıx y, 3 üstəgəl y kiçik deyil 0-dan. Ədəd oxun çəkəndə mənfi 3, müsbət 3. Y düşəcək bura. Mənfi 3-dən müsbət 3-ə. Üçüncü üsul isə törəmədir təbii ki. Törəmədir. Y iştirik bərabərdir. Məxrəcin kvadratı. Sürətin törəməsi 24 vur məxrəc. Çıx, məxrəcin törəməsi 2x vur sürət. Bunu sıfıra çevirəndə şagirdlər. Oradan 24x kvadrat üstəgə 24 vur 16 çıx 48x kvadrat 0 alırıq. Buradan x kvadratı 16 tapırıq. X-i nə tapmış olacaq? Müsbət mənfi 4. Müsbət dediyi üçün x-in yerinə 4 yazırıq, məsələ həll olur. 24-cü suala baxıram. Həcmi pi kvadrat h verilibdir silindirdə. 54 pi həcm verilibdir. Bura h yazıram, bura r-dir.
Buradan pilər ixtisar gedir. H bərabərdir 54 böl r kvadrat. İndi tam səthin sahəsi S tam 2 pi r vur r üstə gəl h-dır. Bunun minimum olmasını istəyirik. Mən h-ın yerinə 54 böl r kvadratı yazıram. Buradan 2 pi çöldə qalsın, r-i vururam içəri. R kvadrat üstə gəl 54 böl r alır. Bunun minimum olması üçün bu funksiyanın törəməsi 0 etməlidir. Oradan da 2 pi vur, sabit ədədli törəmədə xaricində qala bilər. R kvadratın törəməsi 2r, bu isə 54 böl r kvadrat 0 alıram. 2r kubu bərabərdir 54-ə, r-i tapıram ki 3-dür. R-ə 3 yazanda, R-ə 3 yazanda. Burada 3 olduğu üçün H6 alınır. Bizdən radius istəyir, cavab 3'dür. 25-ci sualda üçbucaqlı prizmanın yan üzünün perimetrini verib. Şagirdlər, baxın. Düzgün üçbucaqlı prizma oturacağın tərəfi bərabər tərəfi üçbucaq, hündürlük h-dır. Buradan yan üzün perimetri 2a ilə 2h-ın cəmi 12-dir. A və h-ın cəmi 6-dır. Biz a-nı buradan 6 çıx və yaxud da h-ı tapsaq 6 çıx a-dır. Həcm bərabərdir. S oturacaq vur h-dır. Oturacağın sayısı a kvadrat kök 3 böl 4 vur hündürlük də 6 çıx a-dır. Buradan mən nə alacağım? V bərabərdir kök 3 böl 4 6a kvadrat çıx a kubu. Bunun maksimum olması üçün törəməsini tapanda kök 3 böl 4 sabit ədəd qalır. 12a çıx 3a kvadrat 0'dır. Buradan 3a'nı ortaq çıxartdım. A 0 olsa prizma olmaz. Təbii ki A 4 olacaq. Amma bunu qeyd eləmək lazımdır uşaqlar. Baxın. Burada 4'dən sağda funksiya mənfi, burada müsbət, burada mənfidir. Yəni törəməsi bu şəkildədir. Mənfidən müsbətə keçəndə bu minimumdur. Müsbətdən mənfiyə keçəndə maksimum. Belə. 26-cı suala baxaq. Düzbucaqlının 3 tərəfini verib. A, B yazıram. 2A üstə gəl B-ni M verib. Buradan B-ni tapıram ki M çıx 2A'dır. Sahəsi ən böyükdürsə A vur B yazanda A-nın əvəzinə M çıx 2A yazıram. S bərabər olur A vur M çıx 2A kvadrat. Törəməsi nəyə bərabər olur? M çıx 4A 0'dır. Deməli A-nı M böl 4 tapır. B-ni isə M çıx 2M böl 4 yazacağım. Yəni M böl 2'dir. Perimetr 2 dənə M böl 4 üstə gəl M böl 2'dir. Doğru cavab D variantı olur. 27-ci suala baxacağım. Düzbucaqlı paralelipiped formasında ağzı bağlı hədiyyə qutusu. Baxaq. Bu ağzı bağlı demək şagirdlər məsələni, yəni məsələn su çəni olur, bəzən ağzı açıq deyilir. Oturacağının ölçülərinin biri digərindən 4 dəfə böyükdür, hündürlük də h-dır. Səthinin sahəsi deyəndə artıq tam səthi başa düşürük. Burada 2s oturacaq və s yan cəmidir. Bu 96 verilir. Oturacağın sahəsi 2 vur 4a vur a-dır. Yan səthin sahəsi oturacağın perimetri 5a vur 2 vur h-dır. Buradan 2'ni ixtisar eləyək. 4a kvadrat üstə gəl 5ah 48'dir. Mən buradan h-ı tapa bilərəm. 5a vur h 48 çıx 4a kvadratdır. H bərabərdir 48 çıx 4a kvadrat böl 5a-dır. İndi həcm bərabərdir S oturacaq vur h-dır. Oturacağın sahəsi, səhv yazdım. Oturacağın sahəsi 4a vur a vur h-dır. H-ın əvəzinə burada 4a kvadrat vur 48 çıx 4a kvadrat böl 5 yazsam. Bu funksiya V bərabərdir. 4'ləri ortaq çıxartsam 5'də 16. Buradan nə alınır? 48a kvadrat
Burada mən nə isə səhv eləməmişəm şagirdlər. Baxaq bir. Hə. Burada 4A vur ha. H-ın əvəzində 5A var idi şagirdlər. Bu A-nın biri ixtisar getməli idi. 48A çıx 4A kvadrat alırıq. Səhv eləmədimsə əgər. 4-ü ortaq çıxartdıq 1-in. Burada A kvadrat qaldı. Bir dəqiqə bu hissəni bir də yazın. Səhv eləmədimsə. V bərabərdir. V bərabərdir. Burada 5, 4A vur, 48 çıx, 4A kvadrat. Deməli, V-ni tapıram. Mən buradan da 4-ü çıxardanda 16 çıxır çölə. Buradan 12A çıx. Nə qalır içəridə? A kubu qalır. İndi bu funksiyanın həcmin ən böyük olması üçün törəməsini 0 eləyəcəm. Bu 5-də 16 sabit ədəddir, qalır. 12 çıx 3A kvadratı 0-dır. Deməli, A kvadratı 4, yəni A 2-dir. Hündürlüyü istədiyi üçün H-da gətirib A-nın əvəzinə 2-yi yazıram. 4 vur, 4 çıx, 5 vur, 2. 32 böl 10, cavab 3 tam 10'da 2'ye aldı. Beləliklə imtahan suallarını bitirdik. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.